Trapesiyanın orta xətti 39 santimetrdir və diaqonal orta xətti 8-in 5-ə nisbətində bölür. Bu trapesiyanın böyük oturacağını tapın. Trapesiya çəkək bir dənə. Deməli, trapesiyanın orta xətti və diaqonalını çəkək. Diaqonal 8-in 5-ə nisbətində bölür. Bura 8K, bura 5K olarsa, burada kiçik oturacaq. Deməli, bu üçbucağa baxsaq əgər, orta xətt həm də həmin üçbucağın orta xətti olduğu üçün, orta xətt hansı tərəfə paralel idisə, onun yarısı qədər idi. Yəni, bura 5K-dırsa, bura 10K alınacaq. Digər tərəfdən bu üçbucağa da baxsaq, orta xətt həmçinin bu üçbucağın da orta xətti olduğu üçün, orta xətt hansı tərəfə paralel idi, onun yarısı qədərdir. Və 8K budursa, böyük oturacaq da olacaq 16K. Bizdən bu trapesiyanın böyük oturacağı tələb olunur. Orta xətti 39-dur. Trapesiyanın orta xətti oturacaqların cəminin yarısına bərabərdir. Yəni 26K bölünsün 2 bərabərdir 39. 13K bərabərdir 39 və K da bərabərdir 3 olduğunu alarıq. K 3-dürsə böyük oturacaq 16K olduğu üçün 16 vurulsun 3, yəni 48 alınır.